Mao üçün Unitaz qeyri-adi və təəccüblü görünsə də əməliyyatın adı belə adlandırılıb. Reallıqda Mao Tse-Dunun 1949-cu ildə SSRİ səfəri zamanı Çin liderinə xüsusi Unitaz hazırlanıb. Məqsəd heç də qonağın rahatlığını təmin etmək olmayıb. Sovet liderləri üçün həmkarlarının xarakterini məhz Unitaz vasitəsilə öyrənmək istəyiblər. 1940-cı illərdə NKVD məxfi laboratoriya fəaliyyət göstərməyə başlayıb ki, bu məxfi qurum insan xarakterinin öyrənilməsi ilə məşğul olub. Laboratoriyanın fəaliyyətinə birbaşa Lavrenti Beriya nəzarət edib. Mütəxəssislər əsasən insan sağlamlıq durumuna görə onların xarakterlərini öyrəniblər. Qeyd edək ki, bu cür laboratoriya Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsində də fəaliyyət göstərib. 1940-cı illərin sonlarında laboratoriya əməkdaşları Beriyaya yeni bir eksperiment təqdim ediblər. Bu eksperiment insan nəcisini analiz etməklə onun xarakterini, psixoloji vəziyyətini öyrənməkdən ibarət olub. Beriya yeni eksperiment haqqında Stalinə məlumat verib. Kremldə Stalin, Molotov və Beriya tərəfindən qərarı alınıb ki, eksperiment ilk olaraq SSRİ-yə səfər edəcək Mao Tse-Duna tətbiq edilsin. Beləliklə, hazırlıq işləri başlanılıb. Çin lideri üçün xüsusi Unitaz hazırlanıb. Bu Unitaza suya buraxdıqdan sonra tullantı kanalizasiyaya deyil, ayrıca bir qaba yığılıb. Çin nümayəndə heyəti üçün Uspenskaya şosesində yerləşən dövlət bağında yer ayrılıb. Xüsusi Unitaz Mao Tse-Dunun qalacağı yerdəki tualetə quraşdırılıb. NKVD əməkdaşları hər şeyi dəqiqliklə icra edib. Bütün işlər plan üzrə getsə də elə ilk gündən gözlənilməyən bir problem yaranıb. Belə ki, Çinlilər Unitazdan təyinatına görə istifadə etməyiblər. Onlar ağ parıltılı bu əşyaya su mənbəyi kimi baxıblar. Böyük və kiçik tələbatlarını isə bağın ərazisində ödəyiblər. Yerli mühafizə bu haqda Beriyaya məruz edəndə NKVD şefi çıxış yolu axtarmağa başlayıb. Nəyin bahasına olursa olsun Mao Tse-Dunu Unitaza otuzdurmağa çalışan Beriya bu məsələnin də yolunu tapıb. Səfərin 3-cü günü Çin nümayəndə heyəti bütün gününü Kremldə keçirib. Onlar Mərkəzi Komitənin ayrı-ayrı şöbələrində görüşlər keçiriblər. Səfərin 4-cü günündə belə keçib. Stalin həmkarını bu 2 gün ərzində narahat etməyib. Kremldə Mao Tse-Dunun şərəfinə hər 3 saatdan bir süfrə açılıb. Məqsəd Çin liderini daha çox yedirtmək olub ki, məhz Kremldə tualetə getsin. Təbii ki, Mao Kreml həyətində öz işini görməkdən çəkinib və tualetə getməyə məcbur olub. Yəni, Çin liderinin başqa çıxış yolu qalmayıb. Beriyanın planı baş tutub. Mao rahatlıq istəyəndə Kremlin mühafizəçiləri onu tualetə aparıblar və hər şeyi ona izah ediblər. Beləliklə, Beriyanın məxfi laboratoriyasının əməkdaşları lazım olan kütləni əldə edə biliblər. Uzun illər NKVD-də yüksək vəzifədə xidmət edən Igor Atamenko sonralar eksperiment haqqında jurnalistlərə fikirlərini belə bölüşüb. Bu cür eksperimentləri biz tibbi kəşfiyyat adlandırırdıq. Analoji eksperimentlər Amerika Birləşmiş Ştatlarında da aparılırdı. Mao'nun üzərində keçirilən eksperiment isə çox uğurlu bir əməliyyat idi. Düzdür, lazım olan kütləni əldə etmək problem yaranmışdı. Amma 2-3 gün ərzində Beriya bu problemi aradan qaldıra bildi. Hətta sonralar bunu Stalinin Mao'ya hörmətsizliyi kimi qiymətləndirənlər də oldu. Amma Stalin Mao Tse-Dunun Kremldə ləngitməsinin səbəbi məhz sehirli Unitazla bağlı idi. Çin rəhbəri SSRİ-yə rəsmi səfərdən öncə SSRİ-dəki Çin mütəxəssisləri onun xarakteri ilə bağlı Stalin üçün xüsusi arayış hazırlayıblar. NKVD-nin məxfi laboratoriyası da səfərin 5-ci günün nəticələri Stalinə təqdim edib. Hər iki arayışda Çin liderinin xarakteri eyni göstərilib. Stalin bu nəticələri əsas götürərək SSRİ ilə Çin arasında əməkdaşlıqla bağlı əvvəlcədən hazırlanmış sənədlərin bir qisminə imza atmayıb. Sovet lideri həmkarını turpa bənzədib. O yüzden qırmızı, içərdən isə ağdır. Bütövlükdə Stalin isə laboratoriyanın eksperimentlərini yüksək qiymətləndirib. Bu əməliyyata görə Beriya Sovet liderinin yazılı təşəkkürünü də alıb. Sonradan bir neçə xarici dövlət başçılarının üzərində də Unitaz əməliyyatları keçirilib və nəticələr özünü doğruldub. Qeyd edək ki, 1954-cü ildə Nikita Xruşovun göstərişi ilə məxfi laboratoriya ləğv edilib. Sənədlərin bir qismi arxivə verilsə də, əsas hissəsi məhv edilib.